Herkese selam. Bugün sizlerle birlikte biz Manna hakkında məlumat toplayacağıq. Manna ilk olarak adı Eradan 843-cü ildə 3-cü Salman əsəri Mihyazlı kitabəsində rast gəlinir. Burada Manna tayfa adı kimi adlandırılır. Manna'nın ilk hökmdarı mənbələrə görə Udaki, paytaxtı isə İzirto şəhəri olmuşdur. Manna'da ən çox adı keçən hökmdarlar belədir. İranzu, sonra onun oğlu Aza, sonra onun oğlu Ulusunu, sonra onun oğlu Aşeri, sonra onun oğlu isə Uali gəlir. Belə gedir və onların aşağıda göstərildiyi kimi Eradan və 719-cu ildə hakimiyyətdən İranzu ləğv edilib, sonra onun ölüb yanı. Eradan və 716-cı ildə Aza ölüb, Eradan və 714-cü ildə Ulusunu ölüb, onun oğlu 650-ci ildə, yəni Eradan və 650-ci ildə ölmüşdür. Onun da oğlu Uali isə Eradan əvvəl 616-cı ildə hakimiyyəti bitirmişdir, yəni ölmüşdür. Bu qədər. Sağ olun.